bilmirəm Azərbaycanda necədir 2 arvad ya 3 arvad almaq. Yəni məsəl üçün dində bu 4 nəfər deyəsən, hansısa ölkələrdə 4 dənə arvad almaq olur. Necə baxırsan buna? Yox, məsəl üçün dində var, onların öz şərtləri var. Təbii ki, mən dinin dərinliyini o qədər Yox, bilirəm. biz Az, belə bilirəm, azmaz şeydən bilirəm. var. Məsəl üçün peyğəmbərin dövründə də olub, indi də var. Elə həyat tərzi yaşayan adamlar var. Hə, var. Hə. Yəni bu din bunu mənim üçün ümumiyyətlə bir şey var ki, əgər Allahın qanunudursa, bu günləri 100 nəfərin yüzünə də bu səhv düşüncə kimi gəlirsə, əgər onu Allah qərar veribsə, o mənim üçün birbaşa tərəddüdsüz, yəni düşünmədən qəbuldur. Yox, Bu yox, bildim. Hisslərlə yox da, elə bir ki, 2 nəfər var. Bu mənim yəni imanımdır da, Başa o heç düşdüm. onu qoydum bir kənara. Aha. Amma yox, peyğəmbər niyə buyurur ki, bunu eləmək olar? Ən sonda deyir ki, bax heç kim onu demir. Ən sonda deyir ki, amma həyat yoldaşınız bir dənə olsa daha yaxşı olar. Hə, peyğəmbər məsələn onu deyir, amma onu heç kim demir. Başa düşdün? Yəni 4 həyat yoldaşın sənə icazə verir Allah Taala peyğəmbərin dövründə və amma peyğəmbər deyir ki, bunu eləyə bilərsən, icazə verir, amma bir həyat yoldaşın olsa daha yaxşı olar.